Nəfəs mi yoxsa Vəfa Şərifova? Nəfəs. Nəfəs, vay be. Nəfəs mi yoxsa Vəfa Şərifova? Nəfəs. Nəfəs, vay. Sizcə nəfəs yoxsa Vəfa Şərifova? Vəfa Şərifova deyərdim, amma nəfəs. Salam aleykum və rəhmət və bərəkatü dostlar. Gördüyünüz kimi Fuad Naxçıvanski kanaldadır. Bugünkü videomuzda dostlar, yəni çoxdandır kanalda 5-6 ay yaxın video yox idi. Səbəbi də bu idi ki, dostlar, kreativ bir video fikirləşirdim, maraqlı, ideal, zövqlü bir video fikirləşirdim. Axır ki və tapdım. Bundan sonra Allahımızın izindən Fuad Naxçıvanski olaraq növbəti qəşəng videolar gələcək. İzləmədə qalın, abunədən çıxmayın. Yəni elə bir videolar gələcək ki, yəni heç kimin çəkmədiyini, heç kimin eləmədiyini inşallah Allahımızın izindən mən eləyəcəm. Bugünkü mövzumuz dostlar, şəhərdə sorğu-sual keçirdəcəyik, müğənnilər haqqında olacaq. Necə yəni bir sorğu-sual olacaq deyəcəksinizsə, yəni belə bir sual verim sizə. Müğənnilərimiz haqqında yəni səs vermə yarışması kimi bir şey eləyəcəm, konsept eləyəcəm. Bugünkü konseptim odur. Vəfa Şərifova və Nəfəs. İzləyicilərimizə verəcək şey yoldan keçənlərə. Yəni Vəfa Şərifova mı daha qəşəng mahnı oxuyur, yəni onun səsi daha gözəldir yoxsa Nəfəsin mi? Yəni görə maraqlıdır, çox gözəl. İnşallah ki cavablar alarıq, yəni kreativ cavablar alarıq. Görə hələ nə deyəcəklər, izləyicilərimiz nə fikirləşir, nə maraqlanır. Vəfa Şərifova mı deyəcəklər, Nəfəs mi deyəcəklər, yəni ikisinin arasında bir seçim eləmək məcburiyyətindədirlər. Növbəti videolarda görüşəcək dostlar. İzləmədən qaçırmayın, abunədən çıxmayın. Növbəti videolarda görüşənədək Fuad Naxçıvanski olaraq kanalınızda olacağım inşallah. Növbəti qardaşlarına salam aleykum abi. Aleykümselam. Türk müsünüz galiba? Eyvallah. Türk kardeşimizə rast gəldik. Abi, belə bir sual keçirdik şəhərdə. Yəni müğənnilər haqqında, yəni sanatçılar, şarkıcılar haqqında. Nəfəs mi yoxsa Vəfa Şərifova mı? Nəfəs. Nəfəs, vay be. Vallahi bugün də kimə yaxınlaşdıq hamı Nəfəs. Nəyə görə Nəfəs? Daha yakın geliyor bana. Sanatı daha yakın geliyor. Daha güzel. Şarkıları mı güzel? Şarkıları. Şarkıları daha güzel. Teşekkür ederim. İsminiz ne oldu? Berkay benim ismim. Berkay. Benim de Fuad abi. Memnun oldum. Türkiye'den? Türkiye. Türkiye'nin neresi? Ankara. Ankara. Buradan da Ankara'ya kucak dolusu selamlar olsun. Başka. Teşekkür ederim. Rica Allah ederim. razı olsun. Ha, salam aleykum dostlar. Növbəti qardaşlarına salam aleykum. Aleyküm selam. Necəsiniz? Sağ olasın. Allah köməyin olsun. Kreativ bir soru-sual keçirdik şəhərdə. Mövzumuzun adı belədir. Vəfa Şərifova yoxsa Nəfəs? Vəfa Şərifova. Nəyə görə Vəfa Şərifova? Yəni səsin gözəlliyi bir başqa. Yəni səsi elə bəs eləyir də. Təşəkkür ederim qardaşım. Sən sağ ol. Sağ ol. Ha, növbəti qardaşımıza salam aleykum. Salam aleyküm. Necəsiniz? Sağ ol, siz necəsiniz? Belə bir şəhərdə soru-sual keçirdirik. Müğənnilər arasında səs vermə yarışması eləyirik. Görə hansı daha müğənni daha çox səs toplayacaq? Sizcə Vəfa Şərifova yoxsa Nəfəs? Nəfəs. Nəyə görə Nəfəs? Səsi mənə xoşuma gəlir. Elə bu yoxsa? Yəni mənim zövqümcədir də səsi. Nəfəs. Nəfəsin səsi mənim zövqümdür. Təşəkkür ederim. Sağ olun, çox sağ olun. Ya Allah. Hə, növbətə dostumuza yaxın. Salam aleykum. Salam aleyküm. Necəsiz? Şükür yaxşı. Allah razı olsun. Biz şəhərdə belə bir soru-sual keçirdik. Kreativ bir mövzu haqqındadır, müğənnilərimiz haqqındadır. Sizcə Vəfa Şərifova yoxsa Nəfəs? Nəfəs. Nəyə görə Nəfəs? Bu gün yaxınlaşdığım hər kəs Nəfəs deyir. Məsələn, Vəfa Şərifovanın mənfi cəhəti, yəni xoşlamadığın bir mahnısı, xüsusiyyəti nədir? Çox mahnılarına qulaq asmamışam deyə. Nəfəsin belə maraqlı mahnıları var ona görə. Nəfəs. Nəfəs. Təşəkkür ederim. Çox sağ ol. Hə, növbəti qardaşımızdan salam aleykum. Aleyküm salam. Necəsiz? Şükür olasın. Allah razı olsun. Belə bir soru-sual keçirdik, kreativ mövzumuzdur. Müğənnilərimiz haqqında soru-sual keçirdik, səs vermə yarışması. Sizcə Nəfəs yoxsa Vəfa Şərifova? İndi Nəfəsi tanıyıram deyə Nəfəs deyəcəm, yəni deyəm. Ay maşallah, bu gün də kimə yaxınlaşmışıq, hamısı Nəfəs. Nəfəsin, məsələn üçün nəyə görə Nəfəs Vəfa Şərifova yox? Tanısaydınız Vəfa Şərifovanı seçərdiniz yoxsa? Bilmirəm, mən Nəfəsin mahnıları mənim zövqümə uyğun deyə, məsələn hiss var, onu bilirəm elə yaxşı. Elə bir-iki mahnısı var, bəlkə də özüm eşitmişəm, adını bilmirəm. Yəni onun kimi mahnılarına görə yəni Nəfəs deyərdim. Ancaq Nəfəs. Ancaq Nəfəs. Təşəkkür ederim qardaşım. Siz də sağ olun, çox sağ olun. Allah razı olsun. Salam aleykum. Necəsiz qardaş? Sağ olun sizinlə. Allah razı olsun. İndi növbətdə dostumuza yaxınlaşdıq. Əziz qardaş, belə bir soru-sual keçirdik. Müğənnilərimiz haqqında səs vermə yarışmasıdır. Sizcə Nəfəs yoxsa Vəfa Şərifova?
Vəfa Şərifova deyərdim, amma ki, nəfəs olsun Vəfa Şərifova deyərdim nəfəs. deyərdim. Çünki nəfəsin mahnılarından indi özüm belə çox tanımıram belə. Prosta yəni ki, bir iki dənə mahnısı xoşuma gəlir. Belə də yerində olanda qulaq asıram da indi. Ancaq nəfəs. Belə də yəni ki, ancaq nəfəs. Maşallah bu gün də yəni adınız necə oldu qardaş? Eliyar. Elya qardaş, mənim də adım Fuad. Bu gün kimə yaxınlaşdıq, nədənsə nəfəs dedi. Nəfəsin məsələn üçün nəyə görə mahnılar xoşunuza gəlir? Klassika baxımından deyim, zövq baxımından deyim, yəni nəsə baxımından deyim. Belə də yəni ki, mənə daha çox uyğun gəlir, belə ritm. Nəfəsin mahnıları daha çox belə xoşuma gəlir. Ha, təşəkkür edirəm qardaş. Çox Sağ ol. Allah razı olsun. Yəni yox. Ha, salam əleykum qardaş. Axşamınız xeyir, salam. Axşamınız xeyir. Adınız necə? Rəşid Tarveli. Rəşid, mən də Fuad qardaş. Belə bir sorğu-sual keçirdik şəhərdə. Konseptimiz budur, müğənnilərimiz haqqında səslənmə yarışması eləyirik. Sizcə nəfəs yoxsa Vəfa Şərifova? Məncə nəfəs. Nəyə görə nəfəs? Düşünürəm ki, onun səsi daha yaxşıdır. Vəfa Şərifova. Məncə nəfəsin səsi daha yaxşıdır. Ha, bu gün də vallahi hamı nəfəs dedi. Yəni reytinqi deyəsən nəfəs xan partladacaq. Başqa nəsə demək istədiniz? Sağ olun. Təşəkkür edirəm. Bu gün də bir ablamıza rast gəldik. Selamünaleyküm abla. Aleykümselam. Türkiyədən. Türkiye. Neresi? Ankara. Ankara. Buradan da Ankara'ya qucaq dolusu salamlar. Ablacığım belə bir sorğu-sual keçirdik müğənnilərdən, yəni sizin dilinizdə konuşayım, şarkıcılardan. Nəfəs mi yoxsa Vəfa Şərifova mı? Nefes. Nəfəs. Vay be. Nəyə görə nəfəs? Daha eğlenceli. Şarkıları mı, kendisi mi? Şarkıları daha eğlenceli. Ha, teşekkür ederim. İsminiz ne oldu abla? Meltem. Meltem ablaya da buradan Allah razı olsun diyorum katıldığı için. Ankara'ya da buradan kucak dolusu selamlar. Teşekkür ederim abla. Rica ederim. Teşekkürler. Ha, növbəti dostumuza salam aleyküm. Salam aleyküm. Necəsiz? Yaxşısınız. Allah razı olsun. Müğənnilər haqqında sorğu-sual keçirdik. Konseptimiz belədir. Vəfa Şərifova yoxsa nəfəs? Nəfəs. Maşallah. Nəyə görə nəfəs? Səsi xoşuma gəlir. Hansı daha çox onu dinləməyi xoşlayıram. Ancaq nəfəs. Vəfa Şərifova bəs məsələn xoşunuza gəlməyən cəhəti, mənfi cəhəti belə bir şey var? Xoşuma gəlməyən cəhəti yoxdur, amma yəni nəfəs daha üstündə ona baxılır. Ancaq nəfəs. Aha. Təşəkkür edirəm qardaşım. Sağ ol. Hə dostlar, gördüyünüz kimi çox gözəl bir sorğu-sual oldu. Yəni mən inanmazdım ki, hamı nəfəs desin. Deyəsən yadıma gəlmir. Bir-iki nəfər tamaşaçımız Vəfa Şərifovanın adını çəkdi. Yəni qalan bir 80-90% hamısı nəfəsin adını çəkdi. Nəfəs dedilər. Ona görə də bugünkü reytinqimizin mövzusu Nəfəs xanım oldu. Buradan da qucaq dolusu salamlar göndərirəm. Vəfa Şərifovaya da, Nəfəsə də. Hər ikisini ayrı-ayrılıqda sevirik, sevilirlər inşallah ki, Allahımızın izindən. Yəni belə, sadəcə bu dostlar, ayrı-seçkilik deyildi. Sadəcə ikisinin arasında bir səs vermə yarışması eləyirdik. İkisindən birini, yəni reyting səviyyəsini qaldırmaq məcburiyyətindəydik. Hamı gördüyümüz kimi Nəfəs dedi, Nəfəs xanım seçdilər. Mahnısına görə, klassikasına görə, nə bilim, hər cür tərzinə görə Nəfəs xanım dedilər. Bugünkü videomuzda beləncə oldu dostlar. Növbəti videolarda görüşənə dək hələlik.